Değerli şagirdlər, bugün sizinlə şagirdim Şəbnəm Cəfərovanı tanış etmək istəyirəm. Hansı ki, biraz başqa cür planlamışdıq. Biz bunu başqa yerdə çəkəcəkdik. Həm də uzaqdan gəldiyi üçün bu günə qərar verdim ki, Badamdardan gəlib mənim yanıma. Bir danışıq olacaqdı ki, biz bu balı nəyə borcluyuq? İngilis dilindən 100 bal, bu arada İngilis dilindən 100 bal toplamış şagirdlərimdən biridir. Bu nəticəni nəyə borcluyuq? Bu haqda istədik ki, qısa bir conversation olsun. Sadəcə otaqlarımızda maşallah sürət qrupumuzda dərslərimiz davam edir deyə heç bir otaqda yer olmadı. Dedik ki, eybi yoxdur, bizə əsas nə lazımdır? Şəbnəmin fikirləri önəmlidir ki, yığdığı bal da maşallah çox yaxşı idi. 285 və 290 arası bal gələcək inşallah çiçəyimin. Və bir Azərbaycan dilindən bir dənə açıq sualda ehtiyatla yanaşır. Deyir ki, 285 ola da bilər, 290 da ola bilər. Amma İngilis dilindən əminik ki, balımız 100 bal olacaq. Çünki biz esse olaraq da belə deyim, şəbişdən çoxlu əlavə esselər və praktikalar çox etmişdik. Ümumilikdə şəbişdən danışsam çox məsuliyyətli, dərslərlə daim hazır olan şagirdlərimin bəlkə də deyərdim ən birincisi olub. Dərs olan həvəsi ilə, sözləri öyrənməyi ilə, özünü araşdırmağı ilə seçilən şagirdlərdən olub. İndi gəlin onunla danışaq. Xoş gəlmisən. İlk bu arada mənim şagirdimdən conversation'ım, yəni fikir mübadiləsi ilk dəfə şəbişlə oldu. Deməli, şəbiş nəyə görə 100 bal İngilis dilindən yığdıq? Məqsədimiz ümumiyyətlə düzdür 300 bal idi, amma ki mən həmişə demişəm, istər 90 pluslar olsun bal olaraq, istərsə də belə deyim, ümumi total desək, yəni 270 pluslar, onsuz ki 300 balı çoxdan qazanmış şagirdlərdir. Sadəcə biraz tələsməyən, həyəcanı olmayan, stresini idarə edənlər bu oyunda qazanır, belə deyək. Yəni imtahan bizim savadımızı yox, belə deyək, bizim səbrimizi və stresimizi necə idarə etməyimizdən asılıdır. Və onu düzgün idarə edəndə sonda qazanır və mən deyərdim ki, şəbiş qazananlardandır. İnşallah tam nəticəsi paylaşılanda da sizlə bölüşəcəm təbii ki. Gəlin ilk sualımızdan başlayaq. Bəli, şəbiş, bu 100 bal İngilis dilindən nəyə borcluyuq? Və ümumilikdə 285 plus, yəni 290 balı nəyə borcluyuq? Çalışmaq, əlavə testlər işləmək, bütün sınaqlara getmək, əlavə kitablardan istifadə edirdim, YouTube-dan izahlara da baxırdım. Həmçinin onu da deyim ki, Qızım Target kitabını şəbiş işləməkdən cavablarını əzbərləmişdi. Çox praktik edir. Bir də yaşımı siləcəm. Aynen. Neyse. Çok ciddi gəlirdi. Neyse. Bunu da gördün saldım. İkinci sualımız. En çok İngilis dilində nədən qorxurdun? Yəni partlarımız var da. Grammar var, vocabulary var, dinləmə, mətn var, essay var. En çok çətinlik çəkdin? Dinləmənin 4-cü, 5-ci suallarında, cümlə tamamlama olanlarda, həmişə sınaqlar yazanda çox vaxt onları səhv yazırdım. Bir də sinonimdən birinci səhv dəyişirdim deyə həmişə çox vaxt sıfır alırdım. Ən yaralı yerimizin, mən də həqiqətən dinləmədən biraz çox qorxurdum şəbişdən, amma imtahanda 2 mart buraxılış imtahanda iştirak etmişdi. İmtahanda yaxşı düşdü, rahat düşdü deyə biz tam hədəfimizi vura bildik. Yəni həqiqətən də dinləmə biraz şans məsələsidir. Yəni onu nə qədər dinləmə praktika etməyimizdən asılı olmayaraq həyəcanımız varsa, tam bal yığmaq çətin məsələdir. Alright, deməli, növbəti sualımız. İmtahanda, ümumiyyətlə imtahan prosesində nədən çətinlik çəkdin? Açıq suallarda olar. Çünki birinci demişdim ki, açıq suallardan başlayacağım, amma başlayan kimi də qapalıları gördüm, onlardan başladım deyə açıqlar axıra qaldı. Biraz onlarda çətinlik çəkdim. Son anda dəyişdim cavablarımda. Açıq sualın hansı fənlərdə? Riyaziyyatın bəzilərini birinci sətirə köçürə bilmədim ora, vaxtım çatmadı deyə. Onu köçürmədiyin üçün də balın 300 olmadı. Xeylisi, mən yenə də sənin balından razıyam. Təbii ki, amma şəbiş çəkdiyi əziyyətə görə çoxdan 300 balı qazanmış şagirddir. Həqiqətən də layiqdir. Mənim üçün görünümdə onsuz 300 baldır. Bir şəbiş idi, bir də Nərmin. Xeylisi. Nərminlə də başqa videom var, onu da sizinlə vaxt edib, editləyib paylaşacağım. Növbəti sualımız yazmışam ki, dinləmə və mətn tapşırıqlarında ümumiyyətlə sualların hamısını doğru yazmağın sirri nədədir? Yəni burada nəyə borcluydun buna? Hansı belə deyim, planı əsasən, hansı xarakterinə əsasən bunu düz yazdın? Əlavə kitablar işləyirdim. Bir də imtahanı bir həftə qalmış. Bir dinləmə kitabını başdan ayağa işləyib qurtarmışdım. Bir dinləmə kitabını başdan ayağa bitirmişik, okey. Və əlavə olaraq, bəs sinonim sözlərin sənə faydası oldu keçdiyim dərs müddətində? Kitabların arxasındakı sözlərdən siz onlardan
oxuyurdum. Bəli, sinonim sözlər dönə-dönə əzbərlədim. Özü də qəşəng belə yadımdadır. Rəngli qələmlərlə yadımdan çıxması deyə sıxımləşmiş formada qeyd eləmişdim. Yəni həqiqətən də dərsə olan həvəsinin nəticəsidir ki, biz bu gün Şəbişlə bu söhbəti eləyirik. Okay, Şəbiş, sənin esse yazmağını da çox bəyənirəm. Bu arada İl Akademinin suallarını bilməm, bir də Fariz müəllim yazır. Esseləri yoxlayanda mən həmişə Şəbişin essesini tuta bilirdim. Düz təbii ki, yəni şəffaflıq prinsipi qorunurdu, amma yazma üsulundan bilirdim ki, Şəbişdir. Nəyə görə? Çünki linking wordsləri o qədər yerli və yerində işlədirdik ki, onun işlətdiyi sözlər vardı. Bir də məsələn diverse sözü var idi, müxtəlif mənasında. Onu həmişə işlədirdi. Ümumiyyətlə belə deyim, bu essedə çox hallarda da tam bal alırdın essedən. Yəni bunu hər şagird bacarmır. Onu nəyə borclusan? Onu necə bacardın? Sentiabrda həmişə 0 alırdım. Sonradan o bağlayıcı sözlərdən istifadə elədim. Cümlə quruluşlarını vaxtım sizin videozda. Cümlə quruluşu, make-up sentez. Bir də həqiqətən də bəli, cümlələri yaxşı yazırdıq, linking wordslər yazmırdı deyə esse biraz sadə görünürdü. Biz onun üzərində işlədik. Bəli, linking wordslərlə o qədər esseni zənginləşdirdik ki, və biz tam nəticəni əldə edə bildik. Okay. Növbəti sualım, xüsusi planın var idi ümumiyyətlə? Həftəlik planım yox idi, amma hər gün dərslərimi oxumazdan əvvəl deyirdim də bu qədər saat bu fənni oxuyacağam, bu qədər bu fənni, elə bir planım var idi, yoxsa ayrıca yox idi. Okay, belə deyim, bəs deadline qoyurdun ki, bu vaxtdan bu vaxta kimi, misal üçün ingilis dili edəcəm, riyaziyyat edəcəm bu tipdə? Yox, amma nə qədər test edəcəm, onları deyirdim əvvəlcə. Aha, nə qədər test, yəni zaman yox, test edir ki, nə qədər zaman aparmanın asılı olmayaraq, ola bilər ki, hətta yuxuya da həsrət idi Şəbiş. Neçədə dururdun? 5-də. Saat 5-də dururdu, ay maşallah. Müəlliməsi 5-də yatırdı, o 5-də dururdu. Bizim rejimlərimiz fərqlidir. Amma ki, onun məncə nəticəsi olaraq təbii ki, yaxşı oldu da, yəni dəydi əziyyətinə, doğrudur. Belə, bəs ümumiyyətlə bu rejimi tövsiyə edərsən? Eləyərsən, nəticəsi olur. Bəs yuxulu olmursan səhər duranda 5-də? Yox, alışmışdım. Alışmışdı. Bu nə vaxtdan bu rejim davam eləmişdi? Yəni də bu rejimə baş... Sentiabrda sınavda bir dəfə az yazmışdım, ondan sonra başladım. İmtahandan az yaz. Yəqin özünə söz ver. Az bal 223 bal bəli, sənin əziyyətinə görə azdır. Bəli, ondan sonra normal planlama qrup davam edib. Sentiabrdan bu vaxta kimi davam eləməkdə hər şagirdin işidir. Afərin, təbrik edirəm. Növbəti, sonuncu suallardan biri. Hansı universitet istəyirik təhsil almağa? Aviasiya Akademiyası. Dövlət Aviasiya Akademiyası. Okay. Neçə balda oranı qəbulu? 500 plus. Okay. İnşallah ki, əsas odur ki, məqsədin odursa, orada təbii ki, bu balla hələ blokumuz da var, daxil olacaqsan. Yəni o hədəf, o necə deyim, disiplin həmişə Şəbişdə var. Ona görə də bəlkə sevmişəm ki, mən bilirsiniz, mən heç vaxt motivasiyanın tərəfdarı olmamışam uşaqlar. Son olaraq sualım olacaq ki, şagirdlərə olan tövsiyələrimiz, yəni bundan sonra nə etsinlər? Buraxılışı bitiriblər, bloka hazırlaşırlar, nə edə bilərlər? Maksimum nəticə üçün. Çox sınaqlara getsinlər, həmişə də müqayisə etsinlər ki, hansı fən artdı, hansı fən azaldı. Aha. Bir də ki, dimin 20 sınaqlarını mən hamısının üstündə işləyirdim. Onların səhvinə bir də baxanda üstündə görürdüm də hansını səhv yazmışam. Bir də ki, əlavə testlər işləsinlər. Okay, bəs bu dimin 20 sınağı çətin deyilmi? Çətindir. Çətindir, bəs onun imtahanı da asan düşür. Amma onun faydasını gördüm. Okay, amma deyərdim ki, ümumi sınaqlar həqiqətən rahatdır. Rahat şəkildə istifadə edə bilərsiniz Şəbişin dediklərindən. Təşəkkür edirəm gəldiyin üçün. İnşallah ki, bu videonun hər bir şagirdə faydası toxunacaq. Hər birinizə uğurlar arzulayıram. Son olaraq, yəni bir cümlə kimi desən ki, misal üçün, mən bir deviz kimi də məqsədim nə idi? Ki, mən buna əsasən bu dediyim sözə görə onun arxasında durdum və bu nəticəni əldə elədim. İlin əvvəlində 300 yığmaq istəyirdim əslində. Amma imtahanın vaxtım çatmadı ona. Yəni, hədəf qoydun ki, sən 300 yığacaqsan. Bəli. Və amma yaxınlaşdın, çox yaxınlaşdın. Yəni, hətta 223 baldan 300-ə qaldırmaq belə çox gözəl bir nəticədir. Təşəkkür edirəm hər birinizə. Diqqətiniz üçün minnətdaram. Hər birinizə uğurlar. Wishing you best of luck.